Azərbaycan ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsindən şəhadətə ucalan qəhrəman şəhidlərimizdən biri də Göyçay rayonu Qaraxıdır kənd şəhidi Abdullayev Səməd Sədyaroğlunun 17 iyun 2025-ci il tarixində məzarı önündə mövludu qeyd olundu. İndi yaşasaydı, bugün 23 yaşını ailəsi ilə qeyd edəcəkdi. Tədbirdə şəhid ailələri, Göyçay rayon icra nümayəndəsi, şəhidimizin təhsil aldığı məktəbin müəllimi və şagirdlərin, kənd sakinləri və yaxınları iştirak etdilər. Şəhidimizin ruhuna dualar oxunub, bir dəqiqəlik sükutla yad edildi. Allah qəbul eləsin. Allah səbirlər versin. Təqilliyimiz uğrunda, Qarabağ uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla, ehtiramla yad edilir. Ardınca şəhid ailələri şəhidimizin xatirələrindən bəhs etdilər və məktəb şagirdi şeir səsləndirdi. Və bu kəndin dəyərli insanları, bizim burada məktəblərimiz yürüyüşlər. Hər birinə ilk növbədə minnətdarlığımı bildirirəm ki, sağ olsunlar. Bugün biz valideynlərlə, xüsusən də Sədyar qardaşımın ailəsinin yanında. Bugün bir qəhrəman Azərbaycan övladının mövluduna yığışmışıq. Sən 18 yaş, sən 18 ömür sürən bir qəhrəmanın məzarı önündəyik. Mən Abdullayev Səməd Sədyaroğlunun şəxsən tanımışam, hüququn quruluna görə. Və Şəmidxanı da şəxsən tanıdım. Bugün burada iştirak edirəm. Çünki həyatımın ən parlaq bir dövründə sağlıqla gəncliyin arasında heç ağlımıza gəlməyən, elə deyək, başımıza gəldi. Ağlımıza da gəlməz. Əminə bacıya səbir diləyirəm və bütün hər birinizə səbir diləyirəm. Özüm də sizlərdən biri olduğuma görə bunun nə qədər ağır olduğunu mən özüm bilirəm. Ona görə də səbirli olmalıyıq. Fəxr eləməliyik ki, biz onların valideynləriyik. Biz onların qohumlarıyıq. Hətta uzaq qohumları belə fəxr eləməlidirlər ki, bizim nəsildən bu cür qəhrəman oğullar çıxır. O torpağa, orada şəhid nəfəsi var. Qan qarışmış o palçıqda, ölmüş şəhid əbəsi var. Qurban olun yavaş gəzin, o dağlarda, o daşlarda. Qara şallı bir ananın dağlar boyda yarası var. Qurban olum ana torpaq, bərk qucaqla sən balamı. Güllə dəymiş şəhidimin, evdə körpə balası var. Gecə yarı yuxusunda ata deyən körpəsi var. Yavaş deyin, yavaş gülün, asta çalın siqnalları. Toy karvanı gözləyən var. Bir ananın, bir atanın, bala deyən naləsi var. Bala deyən naləsi var. Xatırladaq ki, şəhid Abdullayev Səməd Sədyaroğlu 17 iyun 2002-ci il tarixində Göyçay rayonu Qaraxıdır kəndində anadan olmuşdur. Qaraxıdır kənd tam orta məktəbi bitirmişdir. 7 iyul 2020-ci ildə hərbi xidmətə çağırılmış və Ağcabədi rayon Ensaylı hərbi hissədə başlamış və sonra Beyləqan rayonunda yerləşən hərbi hissədə xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsində döyüşlərdə iştirak edərək Füzuli və Cəbrayıl işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdı. Göyçay rayonu Qaraxıdır kənd qəbirstanlığında dəfn edilmişdir. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin sərəncamına əsasən Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda, Cəbrailin azad edilməsi uğrunda igidliyə görə medalları ilə təltif olunmuşdur. Sonunda şəhid ailələri ziyarətçiləri çay süfrəsinə dəvət etdi. Hər kəsi evinə dəvət edir, çay süfrəsinə, ürək istəyən hər kəsi bura dəvət edir. Mən bir daha Sədyarın adından, bütün şəhid valideynlər adından, bütün şəhidlərimizə
Ruhlar şad olsun deyirəm. Valideynlərinə səbir diləyirəm. Doğmalarına dözüm də sağ ol deyirik ki, deyirəm büyük. Müqəddəs borcunu yetirən zaman sinəsin gəlmişdir dara şəhidim. Namərd atəşinə tuş gələn zaman dərindən almışdır yara şəhidim. Nakam deməyək biz bəlkə də kamı, bu idi gəlibmiş çatıb məqamı, şəhidlik zirvəsin dərin eyhamı, sarmaşıq gülü tək sarı şəhidim. Gedir çiyinlərdə bayrağı ilə, qələbə çalınmış torpağı ilə, vətənin hər daşı yarpağı ilə, qalmasın gözündə qora şəhidim. Yanmazmı atanın qanamış bağrı, yatmazmı ananın köksündə ağrı, şəhidsiz gedilmir zəfərə doğru, dünya belə Məkanın gəlmiş. cənnət olsun şəhidim. Həmidov Bəhlul Göyçaylı, xüsusi müxbir İsmailov Zəka Göyçaylı, Lalə Hüseynova, Göyçay Qaraxıdır kəndi. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Kanal STV. Daima xalqımız üçün çalışırıq.